qudunu nə? Arvadı razı sala bilirsən. Niyə razı salmıram az arvadı? Təhlüsün sən arvada bal yedizdirəcəm, şəkər yedizdirəcəm, qoz yedizdirəcəm, fındıq yedizdirəcəm, hündüşka yedizdirəcəm, ördək yedizdirəcəm. Bir ələ yağ dolacaq, bir ələ də basda. 40 ol yumurtalarım var. Deyəcəm 40 vur üstünə, maskadır. Üzün olsun, pırıl pırıl. Niyə razı salmıram arvadı? Bir görək arvad mən razı sala biləcək. Bir görəcəm üzü yoladı. Bir görüm çay istəyəndə bir qaşın qabağını tökür. Görüm nədən arvaddır? Bəlkə deyəcəm saat gecə 3-də şeydir, açmışam, may yemək ver. Görüm bir deyir, Hel eləyən arvadı istəmirəm, mən olsa subay qalarım da. Ancaq yemək deyil. Ben ağıracam, arvadı xoşbəxtliyinə eləyəcəm. İnsan evində yemək olmayanda qaşın qabağını tökür. 2 gün kimisə evində yemək pişməyəndə qaşın qabağını sallayır. Arvada bir yemək alma, 2-3-4 gün bazarlıq demək ki, dallanata təfrəcək, çıxı evdən deyəcək ki, yemək tap gətir, çölə pulqa tap gətir, bazarlıq eləyək. Evdə yemək olmayanda hamının qaşı qabağı yerindən gedir. Yaxşı, düz deyirsən. Sənin razım yerində vanna yoxdur. Niyə yoxdur ki? Təzim yüksəkdir ona görə. Qarazlar! Bir dənə nədindən dalından bir yumurta salassan, qaqqıl deyəsən. Bir 15 qəpiri, 20 qəpiri yumurta salassan, qaqqıldın götürəcək oraları. Bildik dana. Hamı deyəsin ki, mani qızıl verib, brilyant verib. Geyim götürüm, deyə yan yumurtamışam, gəl götür. Get dana, Allah sənin keyfini versin. Təşəkkür edirəm. Necə telefonla 3 dənə. Birindən canlı açıram, birindən can sustu. Mən qarazlar dedim, ona görə susmalıdır. Mənim toyuqlarla mənim dilimi bilir, mən də toyuqların dilimi bilirəm. Toyunda kəs deyəsən. Alo. Alo. Bafur. Ay xanım, sən deyəsən mağa vurulmuşsan. Bəhanəlik də 2 dəqiqədən bir məni yığırsan. Sən onu bilirsən mi mənim Bəyəxları bilmədim, babuş dəstəyi olan xanım. Mən yazıqlardan bilərdim. Bax, telefonla danışan, indi mən bilmirəm orada. Yox, sən mağa vurulmuşsan, mən görürəm bunu. Sən vurulmamışam, mən sənin nömrədir fanatına. Sana bir söz edeyim, eşitirsən məni. Səni dəvət edəcəm naskalarına, denən hə. Hə. Bir həftə isə saat bir də mən Oy, ömür boyu gəlmərəm. Bə bildin nə oldu? Mən qolp naftalana gəldim, denən hə. Aha. Bə orada şokolad var, onun içinə girirsən. Nəsə girdim otağa, mənə dedi lümlüt soyun oğlan. Dedim, kişiri, sən nədən sonra lümlüt nədir? Mən ömür boyu soyunam. Mənə dedi, soyun gəl. Dedim, heç olmasa bu tursiyitə zata girək də. Dedi, yox, qaqa, nəyə var soyunassan? Oy, nə danışırsan ha, sən də. Nəsə dedi, yox, onda yoxmur elə. Vanlıya. O vanlıya girməzsən. Yox, girdim mən. Dedi şeydir, dəriyə zada göyə xeyirdir. Sən deməm, onun əlindən tutan kimi, şokoladlı sudur da, şokoladdır. Bunun əlindən tut, cəhənnəm soyunum da, dedim kişiyi də. Nə olacaq? Nəsə girdim, bunun əlindən tutan kimi, ayağımı vanlıya qoyan kimi vanlıda sürüş. Qədənin üstü oldu elə şokolad. Ayağını sürüşdür, onu satırmaq olmur, uşaqlar geçsəniz, ehtiyatda əlinizi dəmirdən bərk tutun. Ayağınızı qoyan kimi gedəyirsiniz. Quran haqqı. Qədənin üstünə günə düşdü. Dedi qaqa, sən nağardın, təmizdir. Yağdır, öz adamın canından da getmiş. 3 gün canında. İstəyirsən çiğim, kisələr, maçıq, neft, nöhtdür. Neft, bilirsən də xeyirdir, babuş. Hər şeyə xeyirdir. Girdim dana bir dəfə. Qulaq, gəlmək istəməzsən bir gün həftə 10 günlük. Bax, bütün xərclərim mənlidir. Yol pulundan tutmuş. Bütün qalacağın son saniyəyə qədər. Nə yaxşı xərcimi verirsən? Ay, babuş. Dəstəklərim nə yaxşı sənə dəstək olur. Dəstək olanlarını da bilməm. Nə olar dəstək olanda? Həqqi? Vallahi sən bizim sevinimizsən. Sən bizim ürəyimizdən. Bu boyda üzümüzü sən bizim güldürürsən. TikTok'a girirəm, birinci sənə baxıram. Heç görüm canlı açmışsan, açmamışsan. Sənə baxanda bax dərslərimi, problemlərimi, kreditlərimi, borçlarımı, xərclərimi unuduram. Bəs sən nətər onda mənə dəstəyiyorsan ki, sənin borçların, kreditlərin en qədərdir? Mən çox çəkirəm dana, yəni sənə baxanda hər şeyi unuduruq da. Maladiz, oturdun həkim qız tapdın
gözündən vurursan. Quşun? O demirlər, məsələn, hər şeyin ən yaxşısı. O mənada da demirlər. Quşun gözündən vurursan. Getdim deyir, ən yaxşıysa, bax, gör neçə ildir oturdum. Bir həkim tapdı. Qaymaq seçdi, ne belə hər şeyin gözünü seçdi. Qaymaq, uşaqlar düz deyil, qalmış qaymağı, eləmi? Hə. Bax, o qızı tanır, al, həkim adamdır, malazis, uşaq həkimidir, əmi bax. Hə, uşaq həkimidir. Allah mehriban eləsin. Bəyək onu deyirdim ki, bu 200 nəfəri toy eləyəsən, bu boyutda sanatorsun, gözləmi qalacaq. Niyə? Gözlə qalacaq ki, izləyicilər oturub bir yeyəcəklər, sonra onlar çıxıb gedəcəklər, o birisilər gələcəklər. Düz saat 12-dən tutmuş, gecə saat 12 kimi toy eləyəcək. Vəfa Şərifova da gələcək, Şəbinəm Tovuzlu da gələcək, sonra kim gələcək, Roza Zərgərli də gələcək, Aytaş xanım da gələcək, hamısını dəvət edəcəm, gəlsinlər oxusunlar. Hamısı da candan başdan gələcəklər, onlar da dəniz oxuyur. Həqqi. Azərbaycanın ürəyi olsun, Roza xanım, buradan mənə baxırsansa, olsa qoşulmuşsun da mənim misafirimə, Roza Zərgərli deyirdim. Xanım, mənim misafirimə qoşulur, söhbət eləmişim, məni izləyir. Nəfəsi də, nəfəs də gələr. Niyə gəlmir ki, Vəfanə nəfəs dostdur. Hamı da gələcək. Mənim üçün canlı şey oxuyarsınız. Yox, aynı o neyim, mən istəmirəm əmimin tamad olmağını. Mənim üçün şey oxuyarsınız Roza xanım. İlk görüşümüzdə sən ma vermişdin qırmızı güllər. Bax, o mahnınızdan ötürü öləm. O gündən bu günə mənim həyatımda qırmızı güllər. İlk görüşümüzdə sən ma vermişdin qırmızı güllər. O gündən bu günə mənim həyatımda qırmızı güllər. Həyat səni də məni də salsa da uzda. Unutma ki bu dünyada sən də qonaq, mən də qonaq. Tapdım səni yar. Ey sevgili yar, həsrətdə dolu, qondumsa yar. Konfet tuttum. Bəli. Alo. Çox vermişəm, yumurta çıxacaq. Bir dənəklər tatlıya. Yox, yeyirlər axı. Olsun. Sən kim azı? Keçət yeyirlər istədə, buna bax, əmə bulsan istədi. Dingildəşirlər, 3 günü düzədə, 10 günə bizəni təkələtlənəcəklər. Başlayacaqlar uçmağa, itlərim də yatıb. Göz deyəcək, həqqi ya, üzərlik yandırır. Cücək elədi, cücək elədi. Tez gətirmə üzərlik yandırır, deyir orada var üzərlik. Deyim, üzərlik sən havasan, min bir dəvə davasan, üzərliyim çıtdasın, yaman gözlər partlasın. Üzərlik dənə-dənə, tökülər dənə-dənə, qohum ola, yad ola, gözü bu odda yana. Gətir üzərliyimi, bir də buramdan mumcuq az. Belə göz mumcuğu cücələrimin də ora. Yox, cücələrə bir bilirik, göstərslər neyini göstərir? Mənim neyimə? Neyinə? Mənim? Allah, bax sıfatım. Saçım qaf-qara, qalın. Böyürləri ağır olsun da kişiyəm. Dur, xına qoymayacam ha. Böyürüm, saçım ağdı deyil ha. Olsun da həmişə mənim. Zaten küstük qaradır. Saçım ağab bax. Qaşım, gözüm qaf-qara. Burnum balaca. Ağzım normal. Burnun balaca. Burnum balaca. Burnun altı salları deyil. Hanı burnumun altı sallanı? Seda xanım, bax, axşamı xeyr. Burnumun altı sallanı var Seda xanım. İndi gəldim mən iyisi. Yerim yandı. Sallanır. Sallanır. Qoy günən orada. Şey qoy günən görəksən burnun sallanır. Ləman dedi ki, məni al. O günü. Dedim Ləman, hindişkaya ola bilirsən? Dedi, yox. Nəyə bilir ki, Ləman? İnan gələcəm ki, qışqırtınız götürüb aləmi. Necə qışqırtınız götürüb? Sən qışqırırsan, Ləman qışqırır. Sən qışqırırsan, Ləman qışqırır. Gördüm Ləman qışqırır, gedir zala girib, qapında daldan qayırıb, oturacam orada. Baxmayacam. Gördüm o qışqırır, mən də qışqıracam, gedir deyil, zal qapısı yoxdur. Girəcəm orada, daldan da qapını qayırıb, oturacam orada. Desin, qapılar açacam aşımdan. O bura toxta oturacam, mən də bu bura toxta oturacam. O qışqıracaq, mən də qışqıracam. Dilimi bir şey yiyir. Hətta yan deyirəm ki, o qışqıracaq, sən qışqıracaq. O qışqıracaq, mən qışqıracaq. Qonşular da şikayət edirsə, mənlik deyil. Deyəcəm, ay qonşu, deyəcəm, Ləmanın səsidir. Ləmanın biraz səsi var axı, biraz şeydir. Sənin səsi Ləmanın səsi baturar. Mən Ləmandan ancaq şey yemək üstündə dalaşa bilərəm. Niyə? Vaxtında... Ləmanın səsi. Yox, nəyəm, sənin səsimi, Ləmanın səsimi. Ləmanla ancaq belə dalaşa bilərəm, uşaqlar. Vaxtında yeməyimi qoysun, yeməyimi versin, üzümdən öpsün, saçımı darasın. Bir də ki, indi kişi xeyl ağıyam da.
evdən çıxıram. Əqqabımı qabama qoysun, bir də ki, asılqandan pencəyimi, kostyumumu taxsın çiynimə. Belə-belə də eləsin. Bax, ölürəm, qadınlar da görürəm. Belə-belə eləsin ki... Türk kinolardan çox baxmışsın. Türk kinolardan baxmışım, mən də istəyirəm. Mənim kimlərdən... Mənim bıraq öz zivirdən nə yemək istəyirdi? Nə yemək istəyirdi? Sağ yüzünü demişim, çox... Yaxşı, şeydən... Qoy deyim, ayrı... 1001 gecədə gedən Sinanla nə yemək istəyirdi? Çatır şeydi də. Nə yemək istəyirdi ki ondan? Sinan hansı yadından çıxır? Demir, mənimlə bir ben öderim $150.000. Yox, sən... Ondan nə yemək istəyirdi? $150.000. Yemək yandı. Yox, yanmaz. $150.000. Yəqin ki, baxımsız bildiniz də. Öldüm. Şahla. Yuxudur. Yox, nə yemək istəyir ki, aşıqlar? Heç onur tövq yola bilir, hindişka yola bilir. Yaxşı. O tür Türk dünyasının aktyoruna sən deysən, o nə yemək istəyir ondan? Bu sən danışma, gəlsin o canlaşsın, mən də canlaşsın. Görün kimi canlısa çox adam var. Əlbəttə ki onun. Nətər onun? Əlbəttə ki o çoxdan mən də bir ay açmayayım, 100.000 adamı yığacam bura. Sən, o cür filmlər sən, bir maşına oturduğunda birinci ayıqlarını qoyursan, sonra otursun, sonra başına soxursan maşına. Ben aram soxmalıyam, başımı soxacam da. Sən bütün girə bilmirsən maşına, Allah'ın olsun. Birinci ayıqlarını salırsan, sonra otursun, sonra başını salırsan içəri. Bu ya salırsan, maşına ne var, sonra ayıqlarını salırsan da lan. Birinci başımı salacağım, belə dalım qalsınca birinci başımı salacağım. Ayıqlarımı salmalıyam. Maşın qapısını açsın. Arkadaşın deyil, gəldim. Tık qapını açdım. Birinci ayağını otudun, başını soxursan. Əssalam. Nədir onun? Mənim başını soxursan nədir? Maşın qapısını açdım. Birinci ayağımı? Yox, maşın qapısını açıb belə ayağını sıxın da bircə otudun. Sən bir səni yiyirsən. Birinci bir səni ayağını qorsan söksən. Sonra başını belə... Nağarım qarnını qoyma. Başını əyib içəri. Gedim lipopoks eləyim. Yox, sən qəssətliksən, həkimlik deyilsən. Arıq olub da dünyanı dağıtırsa, bax o ölmüşün haqqı. Arıq olub şeylərdə, 1001 gecə filmlərində, eşq filmlərində baş rolda oynamışsan. İndi məni tanımırlar da, onlar məni tanısana, mən dəvət edeyim. Tanımırlar. Nəyini dəvət edəcəklər? Şimdi qızardım. Danışır da adam, özünü tərifləyir. Qaraçı özünü tərifləyir, kim ancaq özünü tərifləyir.